Salam əziz abituriyentlər, müəllimlər və bu videonu izləyən hər kəs. Bugün DİM testinin çoxalma antogenez mövzusunun hüceyrənin bölünmə üsulları, mitoz və meyoz bölməsinə baxırıq. Birinci sualımız diploz sözünün Yunan dilindən tərcüməsi cüt deməkdir. Haploz sözünün Yunan dilindən tərcüməsi tək deməkdir. Meyozis sözünün Yunan dilindən tərcüməsi azalmadır. Yəni meyoz bölünmə və yaxud da ki reduksiyon bölünmə. Çünki meyoz bölünmədə xromosom dəsti 2N-dən N-ə düşdüyü üçün azalma ilə gedir. Dördüncü sualımız. Heyvanlarda gələcək cinsi hüceyrənin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom dəstinə malikdir? Burada diploid olacaq 2N, yəni zigotdan söhbət gedir. Beşinci sualımızda hüceyrədə zülalların, karbohidratların və yağların fasiləsiz sintezi mümkün deyil. Mitoz zamanı, yəni bölünmə zamanı, hüceyrə bölünmə zamanı enerjisini bölünməyə sərf edər. İnterfaza zamanı hüceyrənin həyat fəaliyyəti üzərində nəzarəti həyata keçirir xromosomlar. Çünki genlər xromosomlarda yerləşdiyinə görə nəzarəti həyata keçirir. Mitoxondrilərin və xloroplastların, həmçinin Golgi aparatının elementlərinin sayının artması hüceyrə həyatının hansı dövründə baş verir? İnterfazada. Hələ biz demişdik ki, mitoxondri və plastitlərdə DNT-nin ikiləşməsi interfazanın postsintetik mərhələsində, yəni 3-cü mərhələsində baş verir. 8-ci sualımız heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti haploiddir. Yəni yönəldici cisimciklərin 3 ədəd yönəldici cisimcik var ki, hərəsi də haploid xromosom dəstinə malikdir. Meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə çəkilir. Əgər bizə birinci bölünmə deyirsə, bu zaman 2 xromatidli xromosomlar olur. Yəni bu formada izahını verək. Sanki bu bir hüceyrədir. Hüceyrənin tərkibində xromosomlar metafaza lövhəsini cüt birləşərək əmələ gətirirdi. Yəni meyoz 1-dən söhbət gedir. Burada bölünmə vətəri hər xromosoma bir bölünmə vətəri birləşir deyildi və bu zaman xromosomlar qütbləri çəkirdi. Ona görə 2 xromatidli xromosomlar olur. Xromosomda xromatidlər bir-biri ilə nə vasitəsilə birləşirlər? Burada olacaq cavabımız sentromer. Yəni ki, xromosom bu formada olurdu və burasında birləşdiysə, biraz pis çəkdim, üzürlü sayın. Bu hissə adlanırdı sentromer. 11-ci sualımız yumurta hüceyrə və spermatozoidləri hansı terminlə ifadə etmək olar? Qametlər. Bölünmə vətəri hansı fazada yaranmağa başlayır? Profazada yaranmağa başlayırdı. Somatik hüceyrədə bölünmə vətərinin əmələ gəlməsi hansı fazada başa çatır? Bu artıq olacaq metafaza. Profazada əmələ gəlir, metafazada artıq başa çatır. DNT-nin ikiləşməsi hüceyrə həyatının hansı mərhələsində baş verir? İnterfazada. İnterfazanın sintetik mərhələsində baş verirdi. Biz deyirdik ki, sintetik mərhələnin girişində düsturumuz olur 2N2C, axırında isə 2N4C formasında olurdu. Daha sonra 15-ci sualda hüceyrə xromosomlarında xromatidlərin ikiləşməsinin əsası nə təşkil edir? Təbii ki, indicəki sualdır. Xromatid ikiləşirsə, deməli burada DNT özünü sintez eləməlidir, A variantı. Reduksiyon bölünmə bayaq dedik, meyozdur. Sual işarəsinin yerinə nə yazılmalıdır? Mitozda 2N-dən 2N-lərə gedirsə, meyozu da bayaq dediyimiz kimi 2N-dən N-ə gələcək olur, C variantı. 18-ci sualda meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumat mübadiləsi baş verir? Bu olur meyoz 1-in profazasında, yəni ki, birinci bölünmənin profazasında. Yəni meyoz 1-də profazada həm konjugasiya, həm krossingover baş verir. Konjugasiya hər zaman baş verir, krossingover baş verə də bilər, verməyə də bilər. 19-cu sualda drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olur? Drozofil milçəyinin xromosom dəstinə baxsaq 2N8-dir. Yəni somatik hüceyrəsinin xromosom dəsti 8-dir. Burada isə ilkin cins hüceyrəsinin meyozun birinci bölünməsinin anafazası deyir. Meyoz 1-in fazalarına baxaq, biraz aydın izah eləyək. Profaza, metafaza, anafaza və telofaza. Profazaya girir 2N4C, metafazada 2N4C, anafazada 2N4C, telofazada isə N2C. Niyə burada metafazadan anafazaya keçəndə xromosomların sayı artmadı? Bayaq verdiyim izah. Burada xromosomlar çəkilir qütblərə, xromatidlər deyil. Ona görə də xromosom sayı artmır. Və bizdə anafazanı soruşursa, anafazamızın düsürü 2N4C-dir. Buradan da 2N8 olduğuna görə
Eləcə bizim cavabımız olacaq 8. Daha sonra baxaq 20-ci sualımıza. Drozofil milçəyinin ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafazasına neçə qız xromosom olur? Artıq meyozun ikinci bölünməsindən söhbət gedirsə, qayıdaq biz bura. Bu meyoz 1 idi. Artıq indi biz meyoz 2-yə baxsaq, meyoz 2-də də profaza, metafaza, anafaza və telofaza mərhələləri olur. Profazada N2S ilə girdi, metafazada N2S olur, anafazada artıq 2N2S olmalı. Buradan çəkək. Burada artıq xromosomlar bu formada düzüləcəkdir qütbləri. Bir löv əmələ gətirəcəklər və burada da bir xromosoma artıq 2 bölmə vətər birləşmiş olur. Ona görə də xromatidləri də artıq qütblərə aparacağına görə xromosom sayı artır və bizdən nəyi soruşurdu testimizdə? Anafazasına neçə qız xromosom olar? İkinci bölünmənin anafazası deyirsə, düsturumuza avtomatik gəlib baxmalıyıq. Buradan biz yenə də olur 2N, 2N də 8 olduğuna görə eləcə cavabımız olacaq 8. Əgər hüceyrədə DNT-nin sintezi gedirsə, bu hüceyrə həyatının hansı mərhələsindədir? DNT-nin sintezi gedirsə interfaza, bayaq dedik. 22. Əgər drozofilin yumurta hüceyrəsində 4 xromosom varsa, onun bağırsağının bölünən hüceyrəsinin metafaza mərhələsində neçə xromatid görmək olar? Drozofilin yumurta hüceyrəsində 4 xromosom var. Bəli, normalda 4 olmalıdır. Yazarıq n bərabərdir 4-ə. Bağırsağının bölünən hüceyrəsi deyirsə, artıq burada mitoz bölünmə götürməlidir. Çünki mitoz bölünmə bədən hüceyrələrinin bölünməsidir ki, bağırsaqda bədən hüceyrəsidir. Metafazası da olur, mitozda metafaza 2N4C. Ona görə də biz buradan N4-ü burada ya yerinə də qoyub hesablaya bilərik və yaxud da ki 2N-i 8-ə bərabər edərik. Bizdən xromatidi, yəni 4C-ni soruşduğuna görə 8-i 2 dəfə artırsaq eləyər 16. Yəni ki, burada N, C, bunlar demişik ki, sadəcə olaraq işarələmək üçün onları yazırıq. Eyni şeydirlər. Yəni biz buradan n bərabərdir 4 yazırıqsa, buradan 4C-ni tapmaq üçün 4-ü 4-ə vurub 16-da yaza bilərik. Və yaxud da ki 2-ni 8-ə bərabər eləyib 2 dəfə artırıb 4, 16 yaza bilərik. 23-cü sual. Meyoz zamanı konjugasiya baş verir. Bayaq bundan danışdı ki, birinci bölünmənin profaza mərhələsində C variantı. Aşağıdakilərdən hansı doğru deyil? Meyozun ikinci bölünməsi zamanı homoloji xromosomlarda irsi məlumatı mübadiləsi baş vermir. Bəli, bayaq dediyimiz kimi birinci bölünmənin profazasına baş verir, ikincidə deyil. Bu variantımız düzdür. B variantı. Meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur. Bəli, bayaq da mənim bura çəkdiyim kimi. Burada məncə yazmışdıq. Baxın, bu meyoz 1 idi. Burada görürsünüz, haploid xromosom dəsti olur ki, ona görə də B variantımız da bizim düz hesab olunur. C variantında meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur. Amma mən B ilə C-nin yerini qarışıq oxudum. Yəni ikinci bölünmədən sonra da haploid olur, birinci bölünmədən sonra da. Yəni zaten ikisi də düzdür. Baxaq burada. Görürsünüz, birinci bölünmədə də haploid xromosom dəsti olur. Ona görə hər ikisi düzdür variantların. Daha sonra D variantında meyozun birinci bölünməsindən sonra əmələ gəlmiş hər bir qız hüceyrədə DNT-nin ikiləşməsi baş verir və sonra meyozun ikinci bölünməsi başlayır ki, avtomatik bu səhvdir. Niyə? Çünki meyoz 1 ilə meyoz 2 arasında interfaza baş verir, düzdür. Amma ki, bu interfaza o qədər qısa müddətdə baş verir ki, burada DNT-nin ikiləşməsi baş verməz. Y variantında meyozun ikinci bölünməsinin anafaza mərhələsində qütblərə qız xromosomlar çəkilir. Bəli, bayaq bunu izah verdik ki, qütblərə qız xromosomlar, yəni xromatidlər çəkilir. Tam xromosomlar deyil, o birinci bölünmədədir. 25-ci sualımızda. Heyvanların yumurta hüceyrəsinin yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqda deyilənlərdən hansı doğru deyil? Bildiyimiz kimi, bu hissəyə qədər mitoz bölünmədir. Burada ikinci hissə isə meyoz bölünmədir. Bu qələm niyə nazikləşmədi? Meyoz bölünmədir. Burada A-dan əmələ gələn hüceyrələr meyoz 1-dir. B-dən əmələ gələn hüceyrələr isə meyoz 2-dir. Meyoz 2-dən əmələ gələn hüceyrələr, yəni bu 4 ədəd hüceyrəmiz. A-da DNT-nin miqdarı yetişmiş yumurta hüceyrədə olduğu qədərdir. Yəni ki, ikinci
meyoz birdən əmələ gələn 2 ədəd hüceyrədir ki, orada yetişmiş yumurta hüceyrədəki qədər deyil xromosomun DNT-nin miqdarı. Çünki N2S-dir əmələ gələn hüceyrələr. A-dakı hüceyrələr N2S-dir. B-dəki hüceyrələr isə bura yazaq NS-dir. Ona görə də A variantımız səhvdir, doğru deyil. Zaten elə doğru olmayan da bunu soruşurdu da bizdən. A variantıdır. Gəlin o birlərinə də baxaq. A-da haploid xromosom yığımı var. A düzdür. Baxın, A-da haploid xromosom yığımıdır. A meyozun birinci bölünməsi nəticəsində əmələ gəlib, bəli. Buraya yazmışım ki, meyoz birin nəticəsində. B-də haploid xromosom yığımı var, bəli. Yazmışıq ki, B-də haploid xromosom yığımıdır. B-də DNT-nin miqdarı yetişmiş yumurta hüceyrədə olduğu qədərdir, bəli. Yəni haploid şəkildədir. 26-cı sualımız. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromosom, neçə xromatid vardır? Meyozun ikinci bölünməsinin profazasını bayaq yazmışdım. İkinci bölünməsinin profazası nə ilə girirdi? N2S ilə girirdi. Neçə xromosom, neçə xromatid var deyirsə, normalda insanda 2N46-dır. Əgər bu N-dirsə, N-im eləyər 23, 2S-dirsə, 2S-im də elə 2-nə bərabərdir, eləyər 46. Yəni 23 və 46, 23 xromosom, 46 xromatid C variantı. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafazasında, meyozun birinci bölünməsinin anafazasını bayaq yazmışdım ora. Nə idi? 2N 4C olaraq da qalırdı. 2N 4C olaraq da qalırdı. Deməli, nə soruşur? Bizə neçə xromosom, neçə xromatid var? İnsanı da buraya yazmışıq 2N46, olacaq 46, 92, yəni 4C-si 2 dəfə artır. Eləyəcək 46 xromosom, 92 xromatid. 28-ci sualda insanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda artıq ikinci bölünmə deyirsə, burada olacaq 2N2-si. Aşağıda hamısını yazmışdım mən orada ardıcılıqla, ona görə burada ardıcılıqla yazmıram. Yəni eləyəcək 46 xromosom, 46 xromatid. Variantımız olacaq B. 29. Yetişmiş yumurta hüceyrəsində 24 xromosom olan orqanizmi və həmin orqanizmin bölünən bağırsaq hüceyrəsinin anafaza mərhələsinin sonunda xromosomların sayını təyin edin. Yetişmiş yumurta hüceyrəsində 24 xromosom var. Yəni N-imiz 24-dür. Yumurta hüceyrə qamettisi haploid olmalıdır. Bölünən bağırsaq hüceyrəsi deyirsə artıq mitozdur. Mitozun anafazasını avtomatik bilməliyik ki, 4-dən 4C-dir. Niyəsində dedim. Artıq N-i də 4-ə qaldıranda eləyəcək 96. Yəni cavabımız C variantı, şimpanze 96. 30-cu sual. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24-dür. Somatik hüceyrənin bölünməsi deyirsə artıq mitozdur. Anafaza mərhələsi deyirsə 4N4C-dir. 4N-də 24 xromosom görünübdür. Bizdən nəyi soruşur? Yetişmə zonasına yönəldi simcik. Yönəldi simcik bayaq mən dedim ki, N-də haploiddir. Haploidimizdə olacaq 6. A variantı. 31-ci sual. Bölünmə və tərinin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi mitozun hansı fazasına baş verir? Bu artıq metafazaydı. Bayaq ikisinə də izah verdik. 32. Sentriolların hüceyrənin qütblərinə çəkilməsi, nüvədə ikiləşmiş xromosomların görünməsi, bölünmə və tərinin əmələ gəlməsinin başlanması və nüvə qılafının həll olması artıq profazadır. Biz deyirdik ki, karyoplazmadan, daha doğrusu sitoplazmadan karyoplazmaya su keçdiyi üçün artıq burada nüvə şişir və qılafı əriyir. Digərlərdəki aydın yazılıb. 33-cü sual. Qız xromosomlarının hüceyrənin qütblərinə çəkilməsi mitozun hansı fazasına baş verir? Anafaza. Baxaq bu suallara. 34-cü sualdan. Mitozda 2 xromatidli xromosomların bir xromatidli hala keçməsi hansı fazada baş verir? Təbii ki, anafazada. Mən bayaq bura çəkmişdim. Ona görə çəkmək istəmirəm. Baxın, burada çəkdiyim anafaza mərhələsi bax budur. 2 xromatidli bir xromosomu 2 bölmə və tər birləşdiyi üçün hər xromatidi özü ilə çəkdiyinə görə bu mərhələdə hesab olunur anafaza mərhələsində. Daha sonra buraya yazı düşdü bir dəqiqə.
35. Meyozun hansı fazasında hüceyrənin qütblərinə tək xromatidlər çəkilir? Artıq bu ikinci bölünmənin ana fazası olacaq. Çünki dedik axı, birinci bölünmənin ana fazasında tam xromosomlar çəkilir. 36-cı sual. Epitel hüceyrəsində həyat siklinin hansı fazasına DNT-nin sintezi gedir? Təbii ki, interfazadır. Xromosom sayın, bura bizə 2 dənə xromosom verilibdir. Bu birinci xromosomumuzdur, bu ikinci xromosomumuzdur. Və burada bu xromosomlar 2 xromatidlidir. Yəni biz bayaq da bir dəqiqə rəngi dəyişim. Bayaq da bax bu hissədə çəkdim. Mən çəkmişdim. Orta hissəsində dedik ki, sentromerdir. Yəni sentromer vasitəsilə xromatidlər birləşib tam xromosoma əmələ gətiriblər. Xromatid sayısı olacaq 4. Yəni bir xromosom budur, ikinci xromosomumuz isə budur və bunun hər biri bir xromatid hesab olunur. Deməli var 4 xromatidimiz. DNT zəncirlərinizdə 4 xromatid varsa, 4 ədəd də DNT olur. Hər bir dənə DNT-mdə də 2 zəncir olduğuna görə 4 dənə DNT-mdə də olar 8 zəncir. Və burada olacaq cavabımız 2, 4, 8. Baxaq 38-ci suala. Meyozun hansı fazalarında hüceyrənin xromosom sayı fərdin somatik hüceyrəsinin xromosom sayına bərabər olur? Buradan bayaq mən bura yazmışdım mərhələləri. Ona görə yenidən yazmaq istəmirəm. Gələk bura baxaq. Baxırıq. Biz burada xromosom sayına söhbət gedirsə, profaza 1-i götürə bilərik. Profaza 1-i götürə bilərik. Metafaza 1-i, anafaza 1-i və anafaza 2-ni götürə bilərik. Xromosom sayına söhbət gedirsə 2N-də də hüceyrənin də bilirik ki, öz xromosomu olur 2N. Ona görə buradan baxaq hansı uyğun gəlirsə, üçün telofaz 2-ni çıxarıq. Çıxsaq E variantımız qalar. 39. Şimpanzenin qametrinin autosom xromosom sayı 23-dür. Qamet deyirsə, yəni N-im 23-dür. Bu orqanizmdə meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olar? Birinci bölünməni indicə göstərdim. Yenə də özünüz yenidən baxa bilərsiniz. Videoda N2-si neçə xromosom, neçə xromatid deyirsə 23 xromosom, 2-ni də 2 dəfə artırır, 46 xromatid. Yəni B variantı. 40-cı sual. Şimpanzenin qametrinin autosom xromosom sayı 23-dür. Üzürlü hesab eləyin. 39-cu sualda qametrinin autosom xromosom sayı 23 deyir. Əgər autosomun 23-dürsə, deməli, mən qamet 23 yazmışam. Diqqətsiz oldum. Autosomu 23-dürsə, biz necə yazarıq onu? N-1 bərabərdir 23 yazmalıyıq. Çünki autosom 23-dürsə, artıq haploidi 24 olmalıdır. Çünki qametin autosomu qametdən bir vahid azdır ona görə. 24. Bu zamanda yenə də sonunda əmələ gələn deyirsə, birinci bölünmənin N2-si olacaq 24 xromosom, 48 xromatid Y variantı. 40-cı sualda isə deyir ki, yenə də autosom xromosom sayı 23-dür. Bu orqanizmdə meyozun sonunda əmələ gələn, artıq meyozun sonunda 4 hüceyrə əmələ gəlir. Hər biri də NC. Yəni 24 xromosom, 24 xromatid. Çünki artıq burada cins hüceyrələr yaranır. 41. İlanın yetişmiş yumurta hüceyrəsinin xromosom sayı 7-dir. Artıq burada yetişmiş yumurta hüceyrəsi deyirsə, haploidi götürə bilərik. Yəni N-imiz 7-dir. Bu orqanizmin ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda. Meyozun birinci bölünməsinin anafaza mərhələsi necə olurdu? Elə 2N4C olurdu. Onda olacaq N7-dirsə 2N-im 14, 4 dəfə artırsaq da 7-ni 28. 14 xromosom, 28 xromatid C variantı. 42-ci suala baxaq. Yetişmə mərhələsinə daxil olan neçə hüceyrənin bölünməsi nəticəsində sonunda 8 spermatozoid əmələ gələr və bu zaman maksimum neçə hüceyrədə gen sahəsinin mübadiləsi gedə bilər? Baxaq. İlk öncə bunu deyək ki, toxumluğun yetişmə mərhələsində bir hüceyrə daxil olduqda 4 hüceyrə əmələ gəlir ki, bunun 4-ü də çevrilir qametə, yəni spermatozoidə. Bizdə isə deyir ki, 8 spermatozoid əmələ gəlibsə, deməli 2 hüceyrə daxil olmalıdır ki, buradan 8 hüceyrə və 8 spermatozoid əmələ gəlsin. Və bir də bunu deyək ki, meyoz 1-ə bir hüceyrə daxil oldu, 2 hüceyrə əmələ gəldi meyoz 1-dən. Meyoz 2 isə 2 hüceyrə daxil olub, 4 ədəd hüceyrə əmələ gəlmiş olur. Yəni, bax, bu hissə meyoz 1 hissəsidir. Artıq bu aşağıda əmələ gələnlər isə meyoz 2-dən əmələ gəlib. Yəni, meyoz 1-ə daxil olur 1 ədəd hüceyrə, meyoz 2-yə daxil olur 2 ədəd hüceyrə. Bizə deyir ki,
Gen sahəsinin mübadiləsi gedər neçə hüceyrədə? Gen sahəsinin mübadiləsi Krasingoverdir. Biz də dedik ki, Krasingover meyoz 1-in profazasında gedir. Yəni meyoz 1-ə girən bir ədəd hüceyrənin daxilində gedir normalda. Bizim isə 2 hüceyrəmiz var. Deməli bu zaman bizim variantımız olacaq 2 2 Y variantı. 43-də isə deyir ki, neçə hüceyrə bölünməyə başlamış? Eynidir. Əvvəli 8-29-da əmələ gəlib neçə hüceyrə bölünməyə başlayıb? Yəni 2 hüceyrə başlayıb bölünməyə və 2 xromatiddən ibarət olan xromosomlar neçə hüceyrənin qütblərinə çəkilmişdir? 2 xromatiddən ibarət olan xromosom, yəni tam xromosomlar qütblərə çəkilmiş deməkdir ki, bu da yenə metafaza, daha doğrusu anafaza 1 mərhələsində baş verir ki, tam xromosomlar qütblərə çəkilir. Bu da meyoz 1-də baş verdiyinə görə, bir hüceyrə meyoza daxil olduğuna görə, meyoz 1-ə daxil olduğuna görə yenə də variantımız 2-2 olacaq A bəndi. 44-cü suala baxırıq. Normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 2 ədəd Y cinsiyyət xromosomu görünərsə, bu insan üçün söylənillərdən hansı doğrudur? Anafazda 2 ədəd Y varsa, yəni qütbləri Y çəkilibsə, deməli ki, qametləri qamçılara malik olacaq. B variantı, yəni erkəkdir. Normal halda insanın somatik hüceyrələrinin bölünməsinin anafaza mərhələsində hüceyrədə yalnız X cinsiyyət xromosomu görünərsə, söylənlərdən nə doğrudur? Burada da artıq qamçısı olacaq. Çünki bilirik ki, artıq burada yumurta hüceyrə qamçısızdır da, ona görə qamçısı olur. İnsanda meyozun ikinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom və neçə xromatid olar? İnsanda diploid xromosom dəsti 46-dır. Meyozun ikinci bölünməsi nəticəsində əmələ gəlmiş deyirsə NC-dir. 4 hüceyrə əmələ gəlir ki, hər biri NC olur. Bu da haploiddə, yəni 23 xromosom, 23 xromatid C variantı. 47-ci suala baxaq. İnsanda meyozun birinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsi neçə xromosom, neçə xromatid olur? Birinci bölünmədən əmələ gələn N 2C olurdu. 2 N'imiz də 46 olacaqsa, 23 xromosom, 46 xromatid olmuş olur. B variantı yəni. Adadovşanın ziqotunda 44 xromosom varsa, onun quyruq hüceyrəsinin nüvəsində neçə xromosom olmalıdır? 2N'im 44'dür. Ziqot çünki 2N'dir. Quyruq hüceyrəsi də, yəni bədən hüceyrəsi də diploid olduğuna görə eləcə 2N'im 44 olmalıdır. Çünki somatikdir 2N'dir. Adadovşanın ziqotunda 44 xromosom varsa, yumurta hüceyrəsi neçə xromosom olar? Bu zaman artıq 2N'im 44 isə N'im də olacaq 22. Yəni A variantı. Sxem hansı prosesi əks etdirir? N'dən, yəni qametlər birləşib ziqot əmələ gətirir deməkdirsə, bu artıq mayalanmadır. Beləcə 50 sualımızın izahını verdik. Gələn izahlarda görüşürüz.